Salam əziz müəllimlər, dəyərli MIQ və sertifikasiya namizədləri, hər birinizi salamlayıram. Bu gün natural adlara aid sırf MIQ və sertifikasiya tipli məsələ və misalların davamına baxırıq. İndi isə suallara başlayaq. Sual nömrə 1. Jakob x 20 bərabərdir 60 olarsa, x-in ala biləcəyi natural qiymətlərin sayını tapın. Diqqət yetiririk. 20 nəyə bərabərdir? Sadə vurguların hasili formasını göstərək. 2 üstü 2 vur 5. 60 nəyə bərabərdir? 2 üstü 2 vur 3 vur 5. Bunu bilirik. Əkub x 20 bərabərdir 60 verilib. Əkubun xassəsini xatırlayaq. Əkub nə edirdi? Əkubu hesablayarkən biz birini tam götürürdük. Məsələn, burada 20-ni tam götürək. Digərində olan ortaq olmayana vururlar. Vurub hesablayırıq. Deməli, əkubu hesablayarkən birini tam götürürük. Digərində olan yəni əkubu hesablayarkən biz nə edirdik? Birini tam götürüb digərində ortaq olmayana vururduq. Bununla əkub hesablayırdıq. Burada da nədir? Məsələn, 20-ni götürürük. Digərində, yəni x-də olmayan, ortaq olmayana vururuq və burada da 60 alınır. İndi 20-ni götürək. 20-yə baxırıq. 2 üstü 2 vur 5 var. 2 üstü 2 və 5 60-da da var. Ortaq olmayan nədir? 3. Deməli, 3 nədədir? X-də deməli 3 mütləq var. X-də 3 mütləq var. Və bu 3 sayəsində deməli bu yaranır. Yəni baxın, həmin bu 3 sayəsində bu 60 yaranır. 20-ni vururuq digərində olan ortaq olmayana, o da 3-dür. Bunun vasitəsilə 60 yaranır. İndi biz və bir dənə də bunu bilməliyik ki, bu x-də deməli 3 mütləq var, bu məlumdur. Bir dənə də x-də 2 üstü 2 vur 5. Ola da bilər, olmaya da bilər. Bunu artıq biz bilirik. 2 üstü 2 vur 5 ola da bilər, olmaya da bilər. Yəni həm 2 üstü 2 məsələn ola bilər, 5 olmaya bilər və ya ümumiyyətlə bunlar olmaya da bilər. Bu formada. İndi amma 3 mütləq var. Amma bunlardan başqa ayrı bir vuruq ola bilməz. Məsələn, əlavə burada 7 vuruğu ola bilməz. Nəyə görə? Əgər 7 olsa, artıq 20-ni əlavə 7-yə vurarıq və burada əkub 60 yox, məsələn, ayrı bir ədəd alınır. 60 yox, altda 420 alınır. Buna diqqət yetirmək lazımdır. Və burada deməli x-də 2 üstü 2 vur 5 ola da bilər, olmaya da bilər. Bunu biz bildik. Davam edək. X-in ala biləcəyi natural qiymətlərin sayını tapın deyir. Deməli, bunu tapmaq üçün biz nə edə bilərik? 2 üstü 2 vur 5-in natural bölənlərinin sayını tapırıq. 2 üstü vur 5'in natural bölənlərinin sayı da edir 2 plus 1 vur 1 plus 1. Qüvvətlərin üzərinə 1 gəlirik, bir-birinə vururuq. Bu da edir 3 vur 2 6. Deməli, buradakı cavab edir 6'dır. Baxın, bu formada məsələ həll olunur. Yəni baxın, 6 dənə qiymət burada ola bilər. Bu formada məsələ həll olunur. Yəni həmin o qiymətlər bəs hansılardır? Burada məsələn 3 vur buradakı qiymətlər hansılar ola bilər? Burada 1 ola bilər, 2 ola bilər, 5 ola bilər, 4 də ola bilər, 10 və 20 ola bilər. Baxın, məsələ burada yekunlaşdı. Mən bunu bir dənə izah kimi göstərirəm ayrılıqda. Yəni baxın, burada 1, 2, 5, 4, 10, 20 ola bilər.
Yəni 20-ni 3-ə vuranda burada x-in qiyməti burada 60 ola bilər. Yəni x-in qiymətləri isə burada baxın nə olur? 60 olur. Sonra 10 30 olur. 4-ü vuranda 12, 15, 2 dəfə 3 6 və 3 ola bilər. Baxın x-in qiymətləri isə baxın bunlar ola bilər. Yəni x də 6 dənə qiymət ala bilir. Baxın bu formada məsələ həll olunur. Ayrı bir qiymət burada artıq x ala bilməz. Bu formada məsələ həll olunur. Davam edək. Növbəti məsələ. Əbub x plus 4 və 3x plus 25 bərabərdir x plus 4 olarsa x-in natural qiymətlərinin sayını bizdən istəyir. Burada biz nə edirik? Bildiyimiz kimi xatırlayırıq ki, Evklid alqoritmi adlanan bir anlayış var. Bu tipli məsələlərdə biz nə edirik? Evklid alqoritmi belə işləyir. Az olanı yəni kiçik olanı saxlayırıq. Böyükdən həmin bu az olanı çıxırıq. Həmin bu fərqi çıxırıq. Bu formada biz davam etdiririk. İndi bu qaydanı misala tətbiq edək. Yəni az olanı saxlayırıq, böyükdən az olanı hər dəfə çıxırıq. Axırda da bir dənə ədəd alınır. Bu ədəd vasitəsilə məsələ həll olunur. Başlayaq məsələni həll etməyə. Əbub x plus 4 3x plus 25 bərabərdir. Əbub x plus 4'ü saxladıq, az olanı, böyükdən az olanı çıxırıq. 3x plus 25'dən x plus 4'ü çıxanda eləyir 2x plus demək eləyir 2x plus 21. Davam edirik. Yenə də burada az olan x plus 4'dür. X plus 4'ü saxlayırıq. 2x plus 21'dən çıxırıq. Eləyir x plus 19. Yox, x plus burada deməli qalır x plus 4 x plus 17 qalır. 21'dən 4 çıxanda 17 edir. Davam. Sonra axırda qalır əbob x plus 17'dən x plus 4'ü də çıxırıq. Qalır deməli x plus 4 13. Bu da bərabərdir x plus 4'ə. X plus 4'ə. Tamam. Ne belə oldu? Bunu yazıq bu tərəfdə. Baxın, indi bunu ayrılıqda bu tərəfdə yazıq, bunun üzərində işləyək. Deməli, axırda nə qaldı? Əbob x plus 4 və 13 bərabərdir x plus 4 qaldı. X-in natural qiymətlərinin sayını bizdən istəyir. Burada indi diqqət yetiririk. Həmin bu x plus 4 hansı qiymətləri ala bilər? X plus 4 mütləq 13'ün natural bölənləridir. 13'ün natural bölənləri də 1'dir, bir dənə də 13'dür. 1 və 13. Eləmi? X plus 4 burada deməli bir dəfə 1 ala bilər, bir dəfə də 13 ala bilər əslində. Amma diqqət yetiririk ki, x-in natural qiymətlərini bizdən istəyir. Burada x nə alınır? Mənfi 3 alınır. Burada x nə alınır? 9 alınır. Mənfi 3 ola bilməz. Ona görə ki, x naturaldır. X-in 9 olan qiymətini biz götürürük. Bu formada məsələ həll olunur. Belə bu formada məsələ deməli həll olunur və x plus 4 13'ün natural bölənləri olmalıdır. Bunu da biz bilirik. Bu formada məsələ həll olunur. Əbob nədir? Əbob hər ikisinin ortaq bölənləridir. Hər ikisinin ən böyük ortaq böləndir. Ən böyük ortaq böləndir. Əbobun mənası. Yəni x plus 4'də 13'ün bölənləri olmalıdır.
Burada x-in natural qiymətlərinin sayını istəyirdi. Biz bir dəfəlik onun üçün yox. Yəni baxın bu formada diqqət yetirdik ki, 2 dənə natural böləni var. Onlardan biri buraya, yəni bir buraya uyğun deyil. Bunu mütləq çıxmalıyıq. Yəni 2 dənəsindən biri çıxmalıyıq. Burada da bir dənə deməli x-in natural qiymətlərinin sayını tapın, o da 1 edir. Bu formada məsələ həll olunur. Növbəti məsələyə baxaq. Əbub x18 böyük bərabərdir 6-dır. Bunu bizə verib. X-in 2 rəqəmli qiymətlərinin sayını tapın. Əbub x18 deməli, əgər burada əbub nə deyəndə ən böyük ortaq böləndir. Yəni həm x-ə həm də 18-ə bölünür. Burada əbub x18 böyük bərabərdir 6 olduğuna görə burada 18-in natural bölənləri 6 ola bilər. x18 9 ola bilər. Və 18 ola bilər. Bunu biz bildik. Yəni əbu burada hər ikisini həm x-ə həm də 18-i bölünməlidir və 18-ə uyğun tapdıq ki 6, 9, 18 ola bilər. X-in 2 rəqəmli qiymətlərinin sayını tapın. 2 rəqəmli qiymətlərin sayı. Deməli həmin bu x, deməli x və 18 eyni zamanda burada həm 6-ya bölünməlidir, həm burada 9-a bölünməlidir, həm də 18-ə bölünənlər burada vardır. Beləmi? Bəli. İndi biz nəyə diqqət edək? Baxın, x elə rəqəmlər ola bilər, elə bir ədədlər ola bilər ki, bu həm 6-ya, həm 9-a, həm də 18-ə bölünən 2 rəqəmli ədədləri biz götürürük. Qayda budur. Həm 6-ya, həm 9-a, həm də 18-i bölünən 2 rəqəmli ədədləri götürürük. Bəzi vaxtlarda deməli əbov 6, bəzi vaxtlarda 9, bəzi vaxtlarda 18 edir. Bizə bunlar lazımdır. Yəni 2 rəqəmli ədədlər içərisində 6, 9, 18-ə bölünən bütün 2 rəqəmli ədədləri biz götürürük. İndi diqqət etiririk. 2 rəqəmli ədədlər içərisində bütün 6-ya bölünənlər 18-ə bölünürmü? Və ya bütün 9-a bölünənlər 18-ə bölünürmü? Bəli. Belədir də, yəni bütün 18 həm 6-ya, həm də 9-a bölündüyünə görə bütün 6-ya bölünənlər 18-ə bölünür. Yəni bütün deyən yerdə, yəni bütün 18-ə bölünənlər 6-ya bölünür, bütün 18-ə bölünənlər eyni zamanda 9-a da bölünür. Yəni 18-i ayrılıqda tapmaq lazım deyil. Amma diqqət yetiririk. Baxın 6-ya bölünən 2 rəqəmli ədədlərin sayını tapaq. Qayda necə idi? 6-ya bölünənlərin sayını tapmaq üçün böyükdən, yəni 6-ya bölünən ən böyüyündən bu eləyir deməli 96-dan 12-ni çıxırıq, bölürük 6-ya plus 1. Ona görə ki 96 və 12 hər ikisi daxildir. Qayda izahını da vermişdim. Bu deməli eləyir 15. Sonra indi bunu bu bir rənglə qeyd edək. 9-a bölünənlər deməli 99 ən böyükdür, ən azı isə 18-dir. Bölürük 9-a plus 1. Bu da eləyir 10. İndi 18-ə bölünənlər bunu da qeyd edək bir rənglə. Deməli 90 minus 18 böl 18 plus 1. 2 rəqəmli ədəd istədiyinə görə. Bu da eləyir 5. Tapdıq bunları. Deməli 6 dənəsi 15-ə tam bölünür, 6-ya 15 dənəsi tam bölünür, 9-a 10 dənəsi, 18-ə 5 dənəsi tam bölünür. İndi diqqət edək. Baxın 6-ya tam bölünənlər 15 dənədir. 15 dənəni yazırıq.
9'a tam bölənlər 10-da nədir? Bunları biz bilirik. 18'e bölünən bütün ədədlərdə onsuz da 6-ya və 9'a tam bölünür. Bu belədir. Bir dənə də biz diqqət yetiririk. Bəzi 2 rəqəmli ədədlər var, eyni zamanda 6-ya və 9'a bölünür. Eləmi? Bəli. Məsələn, 18 6'ya və 9'a tam bölünür. Ona görə də burada təkrarlanma gedir. Burada bəzi ədədlər var. Məsələn, 18, 36 var ki, burada da var. Buna görə də təkrarlanan ədəd yazmamaq üçün biz burada eyni zamanda 6-ya və 9'a bölünən ədədləri nə edirik? Buradan silmək lazımdır. Onlardan bir dənəsi saxlayır. Onsuz da 18 və 36-nı məsələn 6-da qeyd etmişəm. Bir dəfə də 9'da qeyd etməyin nə mənası var? Təkrarlamayaq. Ona görə də 18'ə eyni zamanda 6-ya və 9'a bölünənlər hansı ədədlərdir? 18'ə bölünən ədədlər. Eyni zamanda 6'ya və 9'a bölünən ədədlər 18'ə tam bölünən ədədlərdir. Buna görə də 18'ə tam bölünən ədədləri buradan çıxıram. 5 dənəsini. Bu da eləyir 25 minus 5. Bu da cavab eləyir 20. Cavab eləyir 20. Bu formada məsələ həll olunur. Belə, baxın, yəqin ki, məsələ sizə tam aydın oldu. Bir dənə də bunun üzərində mən baxım. Deməli, əgər x 18 böyük bərabərdir 6 olarsa, x-in 2 rəqəmli qiymətlərinin sayını tapın deyirdi. Deməli, burada əbob ən böyük ortaq böləndir. Yəni, həm x-ə, həm də 18-ə bölünən ən böyük ortaq böləndir. Ən böyük. Yəni, onların ortaq bölənlərinin ən böyüdür. Və buradan da baxırıq ki, həmin bu əbob həm 6, 9, 18 ola bilər. Biz burada yəni bütün bu 2 rəqəmli ədədlər içərisində 6-ya, 9-a, 18-ə bölünənlərin hamısını seçirik. Bu zaman əbob onsuz da 18-ə tam bölünənlər olar. Və buradan da yaranır ki, bir dənə də biz diqqət yetiririk ki, 18'ə bölünən bütün ədədlər onsuz 6-ya və 9'a tam bölünür. Onu bir də toplamırıq. Bir dənə də diqqət etdik ki, 6-ya və 9'a tam bölünən elə ədədlər var ki, təkrarlanır. Elə ədədlər var, həm eyni zamanda 6-ya, həm də 9'a tam bölünür. Onlar 18'ə tam bölünənlərdir. Onları da çıxırıq. Buradan da cavab alınır 20. Bu formada məsələ həll olundu. Davam edirik. M və N natural ədədlərinin sadə vurğulara ayrılışı aşağıdakı kimidir. Bu ədədlərin ən kiçik ortaq böləni, yəni əkobu 3 üstü 6 vur 5 üstü 9 vur 7'nin kvadratı olarsa x plus y plus z, buradakı z'dir, cəminin ən böyük qiymətini tapın. Bir də buraya diqqət edək ki, burada 5 üstü z'dir, 8 yox. Burada z baxın budur. Bu z'dir. Burada da z ilə qeyd edin. Aha. Bizdən indi nəyi istəyirdi? X plus y plus z cəminin ən böyük qiymətini istəyir. Əkob nədir? Ən kiçik ortaq bölünən. İndi m nədir? Burada 3 üstü x-dir. N'də isə 3 üstü 4 var. Deməli, buradakı x burada mn verilib. Əkoblar, bax bunları aşağıda tam yazaq. Belə tam aydın olsun sizə. Əkob 3 üstü x vur 5 üstü y 9 vur 7 üstü y və 3 üstü 4 vur 5 üstü z vur 7'nin kvadratı bərabərdir 3 üstü 6 vur 5 üstü 9 vur 7'nin kvadratı. İndi diqqət edək. Burada n'də baxın bu m'dir, bu n'dir. Diqqət edək. N'də 4'dür. 3'ün qüvvəti 4'dür. X'də isə m'də isə məlum deyil. M'də deməli 3'ün qüvvəti mütləq 6 olmalıdır ki,
Bu əkob düzəlsin. Əkoba aid qayda burada ödənsin. Sonra davam edək. 5 üstü 9'lar burada 5 üstü z'dir. Mən bayaq tapdıq. Bu 5 üstü z'dir. Aha. İndi 5 üstü z'lərə aha gözləyim. Diqqətsiz etmə. Deməli 5 n'də 5 üstü z'dir, m'də 5 üstü 9'dur. Əqibdə də 5 üstü 9'dur. Deməli z nə olar? Z bərabərdir ən azı burada deməli üstü 9 onsuz da var. M və N natural ədəd olduğuna görə ən az 1 götürürəm. Onsuz 5 üstü 1 ilə 5 üstü 9'un əkobu ən kiçik ortaq bölünəni onsuz da 9'dur da və burada da z'ti. Cəminin ən böyük qiyməti istədiyinə görə burada 9 ilə götürürəm. Mən elə bilirdim ən az qiymətini istəyir. Burada sən demə yazılmış ən böyük qiyməti, ən böyüyünü istəyir. Ona görə də burada 9'u mən götürürəm, ən böyük. Və y-də deməli 7'nin kvadratı, deməli y-də bərabərdir 2 götürürəm. Beləmi? Bəli. Aha, deməli bunları tapdıq biz. Buradan da yaranır ki 6 plus 2 plus 9 bərabərdir 17. Cavab burada eləyir 17. Növbəti məsələyə baxaq. 5x 43y. 5 rəqəmli ədədi 45-ə qalıqsız bölünür. X, y hasilinin ala biləcəyi ən böyük qiyməti tapın. Diqqət edək. 45'ə bölünmə əlaməti nə idi? Baxın, 36 elə bölünmə əlamətləri var ki, kitabda qeyd olunmayıb. Məsələn, 36'ya bölünmə əlaməti qeyd olunmayıb. Bəzi kitablarda məsələn 18'ə bölünmə əlaməti qeyd olunmayıb, 72'yə bölünmə əlaməti qeyd olunmayıb. Amma siz bir MİQ namizədisiz, bir və ya bir müəllimsiz. Bu qaydaları qayda kitabında olmasa da bu qaydaları siz özünüz tapmağı bacarmalısınız. Baxın, 45 nədən ibarətdir? 5'dən və 9'dan. 5 9'a vuranda 45 edir və burada qarşılıqlı sadə götürmək lazımdır. 3 və 15 ola bilməz. 5 və 9 eyni zamanda deməli 5'ə və 9'a bölünən ədəd 45'i tam bölünür. Və ya 36'ya bölünmə əlaməti əlavə yazın. Eyni zamanda 4'ə və 9'a bölünən ədəd 36'ya tam bölünür. 72 əgər olarsa eyni zamanda 8'ə və 9'a bölünən ədəd 72'ye tam bölünür. Biz bunu bildik. Aha, bu 45'ə bölünmə əlamətini mən saxladım. Deməli, eyni zamanda 5 və 9'a bölünən ədəd deyir ki, bu 5 rəqəmli ədədi 45'ə qalıqsız bölünür. X, Y hasilinin ala biləcəyi ən böyük qiymət tapın. Bu əgər 45'ə qalıqsız bölünürsə, deməli eyni zamanda bu 5'ə və 9'a qalıqsız bölünməlidir. Eləmi? Bəli. Burada deməli y yenə də ən böyük qiyməti istəyir x, y hasilinin. Burada y-ə diqqət edirik. 5'ə bölünmə əlaməti nə idi? Son rəqəmi 0 və 5 olan ədədlər 5'ə qalıqsız bölünür. Rəqəmlərin cəmi 9'a tam bölünəndə 9'a tam bölünür. Burada diqqət edək. Y burada son rəqəmdir. Y əgər 5'ə y-in son rəqəmi əgər 0 və 5 olarsa 5'ə tam bölünür. Deməli y 0 da ola bilər, 5 də ola bilər. Bunu biz təyin etdik. İndi 9'a bölünmə əlamətini yoxlayaq, rəqəmlərin cəmini tapaq. 5 plus 4 9, 9 plus 3 12 plus x plus y. Əgər burada tutaq ki, bir dəfə x-i, gəlin y-i 0 götürək. Bir dəfə 0 götürəndə burada x nəyə bərabər olar? X bərabərdir 6'ya bərabər olar. Eləmi? Bəli. Deməli, y bərabərdir 0 olanda x bərabərdir 6 olur. Bir dəfə də bu, gəlin, y 5 qəbul edək. Y 5 olanda isə burada
x bərabərdir nə olur? 17 plus x, x də bərabərdir 1 olur. Eləmi? Bəli. X bərabərdir 1, y bərabərdir 5 olur, x bərabərdir 1 olur. Hasillərə baxaq. Bunun hasili 0 edir, bunun hasili 5 edir. X, y hasilinin ən böyük qiymətini istəyirdi, bu da eləyir 5. Növbəti məsələyə baxırıq. İndi burada isə verilib ki, yenə də oxşar məsələdəndir. Burada amma artıq qalıqda 23 qalır. Yenə də 45-ə bölünmə əlamətini biz bilirik ki, eyni zamanda 5-ə və 9-a qalıqsız bölünən ədəd 45-ə qalıqsız bölünür. 5x 43y. Yenə də diqqət edirik. Artıq qalıqda 23 qaldı. 23-ü qalıqda işləməyi biz bilirik. Burada 23-ü bölürük 5-ə. Eləyir 4, bizə qalıq 3 lazımdır. Deməli, bu ədədi 5-ə böləndə qalıqda 3 qalır. Və indi 23-ü alınan qalığı 9-a bölək. Burada qalıqda qalır yenə də 5. Deməli, bu ədədi 9-a böləndə yenə də qalıqda 5 qalır. Bunu da biz bildik. İndi buna əsasən burada qalığın 3 qalması üçün son rəqəm nə ola bilər? Son rəqəm deməli ya 3 olar, ya da 5 plus 3 8 olar son rəqəm. Deməli y ya 3 ola bilər, ya da 8. Biz bunu bildik. Və indi nə edirik? Bir dəfə 3, bir dəfə də 8 olan variantı yazırıq. Birinci 3 olan variant. Nədir? Bu 3 plus 3, 6 plus 4, 10, 15 plus x. 15 plus x deməli nə olmalıdır? 9-a bölünəndə qalıqda 5 verməlidir. Burada deməli x nə olar? 3 qoyanda qalıqsız olur. 5 əgər qoysaq qalıqda yox. 2 qoysaq qalıqsız, 3 qoysaq qalıqsız bölünər. Amma qalıqda 5 qalmalıdır deyə 3 plus 5 deməli 8, 10, 23 olanda qalıqda 5 qalır. Yəni 23 yəni baxın 23 olandadır. Yəni x burada bərabərdir 6 olanda. X bərabərdir 6. X bərabərdir burada 6. Deməli 3 olanda x bərabərdir 6 edir. Bunu biz bilirik. İkinci variant. Burada əgər y bərabərdir 8 olarsa, y əgər 8 olarsa toplayırıq. 5 plus 4 9 plus 3 12 plus 8 20. 20 plus x. Deməli artıq burada əgər 3 əgər qoysaq x-in yerində 9-a bölünəndə qalıqda 5 qalır. Deməli, indi hasillərə baxırıq. 3 və 6-nın hasili 18. 3 və 8-in hasili 24-dir. Bizdən ən böyüyünü istəyirdi. Ən böyüyü də burada cavabda eləyir 24. Cavab deməli eləyir 3 vur 8, 24. Ən böyük 24 alır. İndi növbəti məsələyə baxaq. Bir natural ədədi, yəni hər hansı bir A natural ədədini 5-ə böldükdə qalıqda, yəni tutaq ki, məsələn, deməli M alınır, qalıqda da 2 alınır. 6-ya böldükdə, A-nı böləndə 6-ya. Natamam qisməti N qeyd edək, qalıqda 3 qeyd edək. Və 8-ə böldükdə natamam qisməti K, qalığı 5 qeyd edək. Buradan A bərabərdir 5N plus 2. A bərabərdir 6N plus 3. Buradan da A bərabərdir 8K plus 5. Buradan deməli A-nı ümumi formada gəlin yazaq. A nəyə bərabərdir? 5N plus 2
bərabərdir 6n plus 3. Bu da bərabərdir 8k plus 5. Gəlin nə edək indi? Hər iki tərəfə 3 əlavə edək. 5n plus 5, 6n plus 6, 8k plus 8. Burada nə yaranır? Deməli, a plus 3 ədədi eyni zamanda 5-ə, 6-ya və 8-ə tam bölünür. Yəni, a plus 3 bərabərdir əkop. Ən kiçik 4 rəqəmli ədədi istəyir bizdən. Əkop, ona görə əkopdan istifadə edirik. Əkop 5, 6, 8 vurulsun hər hansı bir f. Deməli, a bəs nəyə bərabər olur? Əkop 5, 6, 8 vur f minus 3. 3 var idi, minus 3 edirik. 5'ə 6, bu 4 rəqəmli olmalıdır. Buradan da əgər minimum f nəyə bərabər olar? Əgər buradan indi biz tapaq ki, əkobi əvvəl təyin edək. Əkob eləyir 120. 120 f minus 3. Buradan da f nəyə bərabər olar? Ən azı f əgər deməli 9 olarsa bu 4 rəqəmli olar. F 9 olanda da burada cavab eləyir 1077. Cavab elədi 1077. Əkoblar 120-dir. 120-ni vurduq f-ə minus 3. 4 rəqəmli olduğuna görə f-in yerinə mən minimum 9 yazmalıyam və 1077 edir cavab. Növbəti məsələyə baxaq. Əbub AB bərabərdir 8. Əbub BC bərabərdir 12. Olarsa A plus B plus C cəminin ən kiçik qiymətini tapın. Aha. Diqqət edək. Əbub AB bərabərdir 8. Burada nə alınır? Tutaq ki, A bərabərdir 8k, B bərabərdir 8m qeyd edək. Davam edək. Əbub BC bərabərdir 12. Buradan A bərabər, B bərabərdir 12 P, C bərabərdir 12 Q. İndi buraya diqqət edək. Aha. Diqqət edək. Bu əgər A 8k, B 8, B-yə diqqət edək. B eyni zamanda 8-i və 12-yə tam bölünən bir ədəddir. B eyni zamanda 8-ə və 12-yə tam bölünən bir ədəddir. Eləmi? Bəli. Deməli, B nə ola bilər burada? B nə ola bilər? B-ni biz qeyd edək 24 bir burada bu deməli 12P. B-ni qeyd edək məsələn 24 24. Əgər B 24 olarsa, məsələn ən kiçik qiymət B 24 olarsa, bu ödənilir. B 12-yə və 8-ə bölünən ən kiçik ədəd kimi qeyd edək. A da 8, A K-nın yerinə 1 qeyd edəndə A bərabərdir 8, C bərabərdir 12 olanda artıq qayda ödənilir. Bu formada toplayırıq 8 plus 12 plus 24. Burada da cavab edir 44. Yəni bu formada məsələ həll olunur. Növbəti məsələyə baxaq.
4a minus b böl 2a plus b bərabərdir 5-də 4. Bu AB bərabər 7 olarsa A plus B cəmini tapın. Diqqət edək. 4A minus B böl 2A plus B bərabərdir 5-də 4. Buradan yaranır. 20A minus 5B bərabərdir 8A plus 4B. 12A bərabərdir 9B'yə. Buradan da yaranır ki 4A bərabərdir 3B'yə. A 3K'dır, B 4K'dır. İndi əbub AB, əbub 3K, A. Gözləyin, deməli, səhvəni itirdim mən. Bir səhvlik oldu. Yenidən daxil olar bura. Deməli, daxil olar oraya. Aha. Aha. Misal nömrə 9-da qalmışdıq. Bir yanlışlıq oldu, əlimdə idi. Səhv yerə. Baxın, burada nə deyirdi bizə? Biz burada nəyi tapdıq bayaq? A-nın 3K, B-nin deməli, B-nin isə deməli 4K olduğunu biz tapdıq. Əbub da 3K, 4K bərabərdir 7 olduğundan ortaq, ən böyük ortaq bölən burada elə K-dır. K da bərabərdir 7-yə. Deməli, cavab burada 7-dir. K bərabərdir 7-dir. A burada 3K olduğuna görə 21 deməli edir. B isə 4K olduğuna görə 28. 21 ilə 28 də toplayanda 49 edir cavab. İndi növbəti məsələyə baxaq. Növbəti məsələ isə belədir. B plus 2A böl B minus A bərabərdir 17-də 2. 2B plus 4A bərabərdir 17B plus 17A. Buradan da 15B alınır 21A'ya. İxtisar eləyək. 7A nəyə bərabər olur? 7A bərabər olur 5B'yə. Bunu da biz təyin etdik. İndi əkub AB. Buradan da A'nın nəyi adlandıraq? A olsun 5K, B olsun 7K. Tapdıq. Əkub 5K və 7K deməli nəyə bərabərdir? 140-a. Buradan əkub 5K və 7K nə idi? Bir 7K'nı tam götürürük, digərini ortaq olmayan 5'ə vururuq. Bu da edir 140. Buradan da tapırıq ki, K nəyə bərabərdir? 140'ı bölürük 35'ə. 140'ı da 35'ə böləndə cavab eləyir 4. K'nın 4 olduğunu biz tapdıq. Bizdən B plus A'nı istəyir. B burada 28 deməli edir. 4'ü vururuq 5'ə, A da 20 edir. 20 ilə 28 toplayanda cavab eləyir 48. Bu misalda bu formada yekunlaşdı. Növbəti məsələyə baxaq. 2028 üstü 99 minus 1999 üstü 100 fərqinin sonuncu rəqəmini tapın. Baxın, bu formada sonuncu rəqəmin tapılmasına aid misallarda belə bir qayda var. Bu qaydanı mən əvvəlki misallarda və dərs izahında mən demişəm. Amma indi də deyirəm, sizin yadınıza mən salıram. Əgər hər hansı bir AB üstü K ədədinin sonuncu rəqəmini tapın
tipli məsələlərdə biz nə edirik? Baxırıq. A, B ədədində son rəqəm nədir? B. B-yə diqqət edirik. Biz B-yə diqqət edirik, son rəqəm B-dir. Və bir dənə də qüvvət K-dır. Hər zaman verilən qüvvəti 4-ə bölürük. Qüvvəti bölürəm 4-ə. Hər zaman qüvvəti biz 4-ə bölürük. Əgər bu qüvvəti 4-ə bölündü, əgər alınan qalıq 1 olarsa, B üstü 1-ə diqqət edirik. Alınan qalıq 2 olarsa, B üstü 2-yə, alınan qalıq 3 olarsa, B üstü 3, alınan qalıq 4 olarsa, B üstü 4-ə diqqət edirik. Və son rəqəm də baxın buna uyğun gəlir. B üstü 1, məsələn, bu B üstü 1, qüvvəti 4-ə bölürük. Alınan qalıq 1 olarsa, B üstü 1-in son rəqəmi AB üstü K-nın son rəqəmidir. Qüvvət 2 olarsa, B üstü 2-nin son rəqəmi AB üstü 2-nin deməli son rəqəmidir. Bu formadır. Aha. Mhm. İndi nə edirik biz? Bu qaydanı indi biz burada tətbiq etməliyik. Ədədi yazıq aşağıda, bu qayda qalsın burada. Lazım olar. Ədədi yazaq deməli aşağıda. A bərabərdir 2899 minus 1999 üstü 100. İndi 2800 üstü 99-un son rəqəmini əvvəl tapaq. Qüvvəti 99-u bölürəm 4-ə. 99-u 4-ə bölünəndə qalıq burada nə edir? Deməli, burada eləyir 20, 24, qalıqda da qalır 3. Eləmi? Bəli. İndi biz nəyə edirik? 8/3-ün son rəqəmi deməli 2899-un son rəqəmi. 8/3 nəyə bərabərdir? Deməli aha, 512-yə bərabərdir. Son rəqəm deməli nədir? 2-dir. İndi 1999-un son rəqəminə diqqət edək. 100-ü bölürük 4-ə. Sonra bu qalıqsız bölündü. Qalıq 0 olanda, yox, qalıq burada baxın, 0 olanda B üstü 4-ə baxırıq da. Yəni 4-ə əgər tam bölünürsə, deməli B üstü 4 götür. Qalıq 0 olanda B üstü 4-ə mən baxıram. Burada da 9 üstü 4-ə baxıram. 9 üstü 4-də eləyir 1. Deməli, bunun son rəqəmi 2-dir. Bunun son rəqəmi 1-dir. 2-dən 1-i çıxanda eləyir 1. Deməli, son rəqəmdə nə elədi? 1. Növbəti məsələyə baxaq. M-in daxilidir n olduqda A bərabərdir 44 üstü 2n plus 4n plus 57 plus üstü 4n plus 8n plus 4 plus 69 üstü 6n plus 2n plus 3. Ədədinin sonuncu rəqəmi tapın. Qaydaya baxaq yenə də. Xatırladım sizə. Sonuncu rəqəmin tapılmasına aid faktik olaraq qayda belədir. Bəzi alternativ yolları var, onları demirəm. Ümumi qaydanı mən deyirəm, bunu yadınızda saxlayın. AB üstü K ədədinin sonuncu rəqəmini tapın tipli məsələləri nə edirsiniz? AB-də son rəqəm B-dir.
AB ədədində son rəqəm B-dir. Həmişə verilən qüvvəti 4-ə bölürük. Alınan qalıq 1 olarsa B üstü 1-in son rəqəmi həmin ədədin AB üstü K-nın son rəqəmidir. Alınan qalıq 2 olarsa B üstü 2-nin son rəqəmi AB üstü K-nın son rəqəmidir. Alınan qalıq 3 olarsa B üstü 3-ün son rəqəmi AB üstü K-nın son rəqəmidir. Alınan qalıq olmazsa B üstü e, B üstü 4'ü hesablayırıq. B üstü 4'ün son rəqəmi AB üstü K-nın son rəqəmidir. Sadə bir qaydadır. İndi biz bunu buraya tətbiq edirik. Əvvəl biz buraya baxaq. 2m plus 4'e. Yani deməli bunu saxlayaq gəl. Yəni bunu saxlayaq. Əvvəl 57 üstü 4m plus 8m plus 4'e baxaq. Bunu qüvvəti 4'e bölək. Qüvvəti 4'e böləndə görürük ki, həm 4m, həm 8-in, həm 4 qalıqsız bölündüyünə görə biz nəyə baxırıq? 7 üstü 4'ün son rəqəmi bunun son rəqəmidir. 7 üstü 4'ün də son rəqəmi eləyir. Deməli 7 üstü 4 nəyə bərabərdir? 7 üstü 4 deməli 1 ilə bitməlidir. Gəlin bunu tam hesablayaq. 147. 2401 edir. Deməli son rəqəmi nə ilə bitir? 1 ilə bitir. Deməli 57 üstü 4n plus 8n plus 4'ün son rəqəmi nədir? 1'dir. Bunu biz təyin etdik. Bunu artıq gəlin silək. Burada son rəqəm 1'dir. Bunu tapdıq. 69 üstü 6n plus 2n plus 3'ün son rəqəmi bəs nədir? Aha, indi bunları saxlayaq. Burada alternativ yollar var. Onlarla getməliyik. Baxın. 4 üstü 1 nəyə bərabərdir? 4. 4 üstü 2 nəyə bərabərdir? 16. 4 üstü 3 nəyə bərabərdir? 64. 4 üstü 4 nəyə bərabərdir? 256. Davam etsə əgər 4 üstü 5 nəyə bərabər olar? 256'nın yenə də vuraq 4'ə, yenə də 4 ilə. Bildiyimiz kimi 4 ilə bitər. 256'nın 4'ə vuranda 1024 edir. Davam etsə yenə də 1024'ü 4'ə vuranda yenə də bildiyimiz kimi 6 ilə bitən bir ədəd verər. Laf vuraq 1024'ü də 4'ə demək vuranda 4096 edir. Baxın bu formada davam edir. Hər 4'dən də bir təkrar edir. Yenə də baxırıq ki, əgər 4'ün 4 üstü tək olanların son rəqəmi 4'dür. Baxın 3, 5 olanların son rəqəmi 4'dür. Amma cüt olanların 2, 4, 6 olanların son rəqəmi isə 6'dır. Burada da 2m plus 4'ün hər zaman cüt olan ədəd olduğuna görə bunun son rəqəmi 6'dır. Eləmi? Bəli, 6'dır. Növbəti məsələyə baxaq. Növbəti deyirdə buna indi 9'a buna baxaq. 9 üstü 1 nəyə bərabərdir? 9'a. 9 üstü 2 81. 9 üstü 3 nəyə bərabər olar? Deməli yenə də burada deməli 729'a bərabərdir. 9 üstü 4 də bərabərdir. Yenə də bu yenə də hesablayaq. 6561. Bunun isə görürük hər ikidən də bir təkrarlanır. Tək yerdə 9'u üstü tək olanların qiyməti yəni 9'un qüvvəti tək olanda son rəqəm 9'dur. Cüt olanda yəni 2, 4 olanda son rəqəm 1'dir. Bunun da son rəqəmi deməli 6n plus 2n plus 3 bildiyimiz kimi hər zaman tək olan ədəddir. Deməli bunun da son rəqəmi nə olar? 9. Bu ədədin son rəqəmini istəyir. 9 plus 1 10, o da 1, o da 6, 16. Deməli son rəqəm nədir? 6. Son rəqəmi 6'dır.
Cavab burada eləyir 6. Növbəti məsələyə biz baxırıq indi. Baxın, indi 11-ə qalxısız bölünmə məlumatı nədir? Sondan əvvələ doğru tək yerdə duranlardan, tək yerdə duranların cəmindən cüt yerdə duranların cəmini çıxmaq lazımdır. Baxırıq. 1 plus y plus 2 plus 7 minus 9 plus 3 plus x. Bu da bərabər olur 10 plus y minus 12 minus x. Buradan da yaranır ki mənfi 2 deməli mənfi 2 plus y minus x 11-ə tam bölünməlidir. Yəni bərabərlik məsələn 11 k-ya. 11-ə tam bölünən olmalı. X minus y bəs nəyə bərabər olur? Bizdən x minus y fərqini ala biləcək müxtəlif qiymətlərin hasilini istəyir. X minus y-i tapırıq. X minus y bərabər olur mənfi 2 minus 11 k-ya. Eləmi? Bəli. X və y bildiyimiz kimi rəqəmlərdir. Baxın, burada rəqəm formasında qeyd olunub. Və rəqəmlər də 0-dan 9-a qədərdir. Eləmi? 0-dan başlayır, 9-a qədər qiymət intervalında qiymət alır. 0, 1, 2, 3, 9-a qədər. 8, 9. Və rəqəmlərin fərqi minimum deməli rəqəm 0 minus 9, rəqəmlər minimum mənfi 9, maksimum isə 9 alır. Yəni rəqəmlər üzərində toplama və çıxma əməlində fərq və cəm mənfi 9, müsbət 9 arasındadır. Burada da 2 dənə rəqəmin, yəni x və y-in fərqi verilir. K-nın yerində əgər 1 olarsa, fərq eləyir mənfi 13 ola bilməz. Əgər 0 olarsa k, x minus y bərabərdir, mənfi 2 olar. Eləmi? Bəli. K əgər burada 1 olarsa, bu zaman x minus y bərabərdir, mənfi 13 olar. Burada da deyir, ala biləcək müxtəlif qiymətlərin hasilini tapın. Mənfi 10-u, x k bərabərdir mənfi 1 olarsa əgər 13 edir. K bərabərdir mənfi 1 olarsa bu zaman eləyir müsbət 9 edir. Müsbət 9 da ola bilər. Burada da ala biləcək müxtəlif qiymətlərin hasilini istəyir. Mənfi 2-ni 9-a vururuq. Bu da eləyir mənfi 18. Cavab eləyir mənfi 18. Növbəti məsələyə biz baxaq. Baxın, 2 dənə ədəd bizə verilib. Bunlar ədədlərdir. X üstü 99 plus Y üstü 101-in cəminin 9-a bölünməsindən alınan qalığı bizdən istəyir. İndi x-in 9-a bölünməsindən alınan qalıq nəyə bərabərdir? Bu tipli məsələlərdə bildiyimiz kimi hər zaman qalıqla işləyə bilməliyik. 1 plus 2 plus 3, 6, 6 plus 4, 10, 10 plus 5, 15. Rəqəmləri cəmi 9-a bölünəndə 9-a tam bölünür. 15-i 9-a bölünəndə burada deməli eləyir ki, 15-i 9-a böləndə burada 1, qalıqda da 6 qalır. Əgər y-ə indi baxırıq. 9 plus 3 12, 12 plus 3 15. Yenə də 15 elədi. Yenə də 9-a bölündə burada da 1, qalıqda 6 qaldı. Deməli hər ikisində qalıq 6 elədi. Qalıqları yazıq yerinə. 6 üstü 99 plus 6 üstü 101 cəminin 9-a bölünməsindən alınan qalıq istəyir. İndi 6 üstü 99-la bağlı 6 üstü 99 və 6 üstü 101 var. 6-nın kvadratı ortaq vuruğu mötərizə xaricinə çıxardır. Məsələn, 6-nın kvadratına vururuq buradan. 6 üstü 97 plus 6 üstü 99. Buradan da nə alındı?
Deməli 6-nın kvadratı 36 etdiyinə görə 36 vur 6 üstü 97 plus 6 üstü 99. Bunu 9-a böləndə məlum olur ki, e, yəni baxın vurğulardan biri 9-a tam bölünərsə, deməli bunun hasili də 9-a tam bölünür. Deməli qalır, deməli 0 qalır. 36 9-a tam bölündüyünə görə cavab burada eləyir, e, yəni qalıq 0 eləyir. Növbəti məsələyə baxaq. Baxın, indi burada nə verilib? Aha, diqqət edək. A kub AB plus 6 vur A vur AB bərabərdir 5 kök altında AB. Beləmi? Bəli. Baxın, A kub AB nəyə bərabərdir? Kök altında ABC. Burada ortaq olan sadə vurğuların ala biləcəyi fərqli qiymətlərin cəmini istəyir. Yəni C-nin fərqli qiymətlərinin cəmini istəyir. Toplayırıq. Burada Akub ABS'nin qaydası nədir? Kök altında ABC, Akub AB kök altında AB böl C'dir. Bu da bərabərdir 5 vur kök altında AB. Nə edirik? İndi hər tərəfi əgər kök altında AB-yə bölsək, A və B natural ədəd olduğuna görə bu hər tərəfi bölə bilərik də 0 deyil. Kökdə C plus 6 bölü kökdə C bərabərdir 5-ə. Buradan da kökdə C bir dəfə 2 ola bilər. Kökdə C bərabərdir 2 olanda və bir dənə də kökdə C bərabərdir 3 olanda böləndir. Və buradan da deməli məlum olur ki, C bərabərdir 4. Buradan da C bərabərdir 9. 4 və 9 deməli fərqli qiymətlərin cəmini istəyir. 9 plus 4 bu da bərabərdir 13. Cəmd eləyir 13. Cavab 13 edir. Baxın burada kökdə C 6. Deməli baxın bunun əsasını hesabladıq. Bunu şifahi formada mən hesabladım. Amma məsələn siz nə edə bilərsiniz? Kökdə C bərabərdir T əvəzləməsi aparıb T plus 6 bölü T bərabərdir 5. Bu tənliyi həll edə bilərsiniz. Məsələn T kvadratı minus 5T plus 6 bərabərdir 0. Tənliyini həll edin. T yəni bərabərlik kökdə C. Bunu tapın. Bunu 2 və 3 verir və bunu taparsınız. Deməli bunların cəmi də 12 elədir. Cavab 12 edir. Bu formada məsələ buradan yekunlaşır. Bu gün də mix səviyyəli misalların izahına baxdıq. Bu formada qaydaları qeyd edin, öyrənin. Bunlar sırf mix səviyyəli suallardır. Belə. Əlavə nəsə qaranlıq qalan məqam olsa rəylərdə qeyd edin, məmnuniyyətlə cavablandıraram. Bu formada sağ olun, salamat qalın.